Salam əziz abituriyentlər. 12-ci bölümə proqramlaşdırma mövzusunun testlərinin davamına baxırıq. Ən son 219-cu suala qədər baxmışdıq. Bugün 220-ci sualdan davam edirik. Elə birinci 220 nömrəli suala baxacağam. Klaviaturadan daxil edilmiş ədədin Armstrong ədədi olub-olmadığını yoxlayan proqramın kodu hansı variantda düzgün yazılıb? Əvvəla, ümumiyyətlə, Armstrong ədədləri nə tip ədədlərə deyilir? İstəyirəm onu bir aydınlaşdıraq. Abituriyent proqramında var belə şeylər. Yəni, bilməyiniz lazımdır. Misal üçün, 407 Armstrong ədədlərindən biridir. Hardan bilirik? Ədəd 3 rəqəmli olduğu üçün ədədin hər bir rəqəmini ayrı-ayrılıqda 3 rəqəmli olduğu üçün 3-cü dərəcədən yüksəldirik. Bir dəqiqə. 3, 3. Əgər aldığım cəm ədədimin özünə bərabərdirsə, bu ədədə Armstrong ədədi deyilir. 4-ün kubu 64, 7-nin kubu 343, cəmi ilə 407. Və yaxud 4 rəqəmli ədədlərdən biri 8208. Armstrong ədəd olduğunu yoxlamaq üçün hər bir rəqəmi ayrılıqda 4-cü dərəcədən qüvvətə yüksəldirəm. Cəm mənim ədədimə bərabər olacağı üçün bu olacaq Armstrong ədədi. Təbii ki, bütün ədədlərdə bu mümkün deyil. Başqa 2 rəqəmli ədədlərdə isə Armstrong ədədi yoxdur. 1 rəqəmli ədədlərində hamısı 1-dən 9-a qədər Armstrong ədədləri sayılır. Çünki onsuz da məsələn 7 götürsəm, tutaq ki, 1 rəqəmli olduğu üçün rəqəmi üstü 1 elə özünə bərabərdir. 220-ci sualı izah eləmək üçün mən ilk öncə A variantına bir ədəd verəcəyəm. Baxmaq istəyirəm, bəlkə elə cavabım A variantıdır. Və yaxud A variantı yanlış cavabdırsa, mən yanlışın nə olduğunu görmək istəyirəm. Və siz də diqqətlə baxın ki, A variantında düz gedən hissə haradır? Ya onu bilək. Başqa variantlarda heç olmasa düz hissəni axtaraq. Və səhv gedən hissə nədir? Həmin o səhvi digər variantlarda təkrarlamayaq. Klaviaturadan daxil edirəm, məsələn. Başqa Armstrong ədədi biləniniz var? Neçəni bilirsinizmi? Bəlkə kimsə bilir? 153. 153. Bəli, Armstrong ədədlərindən biridir. 153. M dəyişəninə bu ədədin listi mənimsədiləcək. Amma əvvəl onu string etmək lazımdır. Niyə ədədi biz birbaşa list eləyə bilmirik? Çünki ümumiyyətlə bu işləməz. Listə ancaq indekslənən bir şey çevirmək olar. Ona görə də əvvəl ədədi string sətirləmək lazımdır ki, indekslənsin, yəni parçalansın və sonra onu listə yığmaq lazımdır. String eləsəm dırnaqda 153 olar. List eləyəndən sonra olacaq belə bir şey. Kvadrat mötərizə dırnaqda 1. Virgül dırnaqda 5. Ayrı-ayrı elementlərə parçalayır. Amma unutma ki, həmin listin içindəki qiymətlər string tipində olacaq. Səbəb əvvəl string, sonra list etməyimdir. P sıfırdır. Mən ədədin rəqəmlərinin qüvvətləri cəmini P dəyişəninə toplayacağım for dövrünün içərisində. Sonra isə yoxlayacağım ki, aldığım cəm mənim başda verdiyim n ədədlə bərabərdirsə, deməli, Armstrong ədədiymiş. For in range 0-dan len m plus 1-ə qədər. Len nə qədərdir? Bu siyahının uzunluğu nə qədər? 1, 2, 3 simvol. 3 üstəgəl 1, 4. 0-dan 4-ə qədər. I hansı qiymətlər olacaq indi burada uşaqlar? 0, 1, 2, 3. Əgər fikir verirsinizsə, burada belə bir yazı var. P-nin üstünə biz hər dəfəsində pow, qüvvət funksiyasıdır bu. Integer m-i
integer niyə mən hər dəfə M0, M1-i bunları integerə çevirəm? Çünki string tipindədirlər. Mən bunları birbaşa qüvvətə falan yüksəldə bilmərəm. Integer eləyirəm. Əvvəl i0-dır deyə gəlir burada M0-ı, yəni bunu M0-dır da bu 1. Onu integer eləyirəm. Olur normal bildiyimiz bir rəqəmi. Onun da qüvvətində ln. Uzunluğu neçədir bunun? 3. Yəni bizdə burada peyda alındı 1 üstü 3. 300 eybəcər alındı. Sonra növbəti dəfə i2 olan, i1 olanda gələcək M1-i götürəcək. Yəni bunu. Sonra i2 olanda gələcək M2-ni götürəcək. Amma sonra i3 olanda gəlib burada MI deyə bir şey götürməyə yer olmayacaq axı. Fikrim çatdı nə demək istəyirəm? Burada MI-yə i3-dür. M3 axı bizim M listimizdə 3 nömrəli indeksi yoxdur. Ona görə bax burada problemimiz yarandı bizim. Problemimiz harda oldu? Burada len m-ə qədər versəydi dövrü problem olmazdı. 3-ə qədər olacaqdı 0, 1, 2 işləyərdi. Amma qalan hissələr düz idi. Fikir verdinizsə Pau indeksi götürürdü və len m də düz idi. 3-cü dərzdən qüvvətə yüksəldirdi. Çünki 3 rəqəmlidir. A variantımızı niyə səhv olduğunu tapdıq A variantının əslində. Başqa C variantına diqqətlə baxsaq, uşaqlar C-də problem nədir görünür? Len M üstəgəl 1 P bərabərdir. P üstəlsin. Qüvvətə yüksəltmədə o səhvdir. Bu qüvvətdir. Qüvvət A variantında düz idi də. Ln uzunluğu qədər. 3 rəqəmlidirsə 3 olacaqdı. 5 rəqəmlidirsə 5 olacaqdı. Amma bu 1 vaid artıq götürür onu. D variantına baxın. Problem nədir? N-in bərabər olması. Mən burada alacağım P cəmini M-ə bərabər eləyib yoxlamalıyam. M-i N-ə bərabərliyi yoxlamaq mənasızdır. Çünki M list olacaq işin gedişatında. N isə ədəddir. Ədəd listi bərabər olmayacaq. Ümumiyyətlə belə bir şey müqayisə eləmək düz deyil. Y-də problem nədir? Burada integer M-i götürməliyik də. Yəni i0 olanda M0, M1, M2. Amma bu hər dəfə özündən bir vaid artıq götürür. I3 olanda məsələn, 3 yox, i2 olanda gəlib burada M3 eləyəcək. Amma bizim 3 rəqəmli ədədimizdə indekslər 0, 1, 2 olduğuna görə heç 3 deyə bir indeks tapa bilməyəcək buradan. Doğru variantımız qaldı bir dənə B variantı. 0-dan LNM-ə qədər. Yəni 0-dan 4-ə qədər olsa, 0-dan 3-ə qədər olsa daha doğrusu 0, 1, 2 gedəcək. Həmin indeksləri bura qoyacaq. Uzunluğu qədər qüvvətdən yüksəldəcək və bunları dövri olaraq hər dəfə P-nin üstünə gələcək. Alacağımız cəmi sonra isə biz ilk başda klaviaturadan N-ə daxil etdiyimiz ədədlə müqayisə edirik. Bərabər olsalar çıxacaq ki, bu Armstrongdur. Doğru cavab variantımız bu test oldu B. Baxın burada neçələri yazmısınız? 221, 221, 222, 223. İki yüz 22-yə elə bu dəqiqə dərhal baxa bilərəm. Yəni isti-isti gəlin baxaq, qayıdacağam 221-ə. Bu proqram nəyi hesablayır? Bir yaxşı baxın buna. Mən deyirəm sizə. Ədədimizi verdim, ədədimizi başqa dəyişənə verdik və sonra namı hər dəfə ona qalıqlı bölməklə rəqəmlərə parçalayırıq. Demişəm də sizə, bu iki misal bir yerdə görsən, bil ki, qalıqla ona bölünmə hər dəfə sənə rəqəmləri verəcək. 153 versən, dövr olaraq bir dəfə 3, bir dəfə 5, bir dəfə 1 alacaqsan. Və həmin aldığım M rəqəmini K-cı dərəcədən qüvvətə yüksəldirəm. K burada nədir? Mənim ədədimin uzunluğu. String tipinə çevirib sonra uzunluğunu tapıram. Uzunluğu da ki 3 rəqəmli olsa 3, 5 rəqəmli olsa 5, həmin dərəcədən qüvvətə yüksəlib toplayıram və sonra aldığım cəm mənim ilk başda n-ə verdiyim ədədə bərabərdirsə deyəcək yes. Bu elə bayaq baxdığımız sualın bir başqa formasıdır. O sırf indekslə işləyirdi, forla idi.
Bu while dövrü iləndir. Yəni bu cür də qurmaq olar, fərq etməz. Bu da Armstrongdur. Bizdə 153-dən görsənir də. Yəni artıq Armstrongu bilən adam bilir ki, 153 söhbəti varsa, bu 99% ehtimallı Armstrongdur. 221-də. Əvvəla bir dənə bir şeyi dəqiqləşdirək buradan. Yazıb ki, proqram fraqmentinin icrası nəticəsində alınan A siyahısının 8-ci elementi nəyə bərabər olar? Bizim 8-ci deyə bildiyimiz sıra nömrəsi burada indeks olaraq neçə olmalıdır? Neçə nömrəli indeks 8-ci olur? 9. 7. 9 yoxsa 7 görəsən? Sıra say 1-dən başlasa da indeks 0-dan başlayır. 7. Yəni indeks sıradan bir vahid geri qalmalıdır əslində. Onda 8-ci yerə indeksi 7 olan düşməlidir də, 0-dan başlayırıq deyə. Yəni mən 7 nömrəli indeksi tapmalıyam burada proqram daxildə. Burada onu qeyd edim, yadımızda qalsın. Mən burada A7-ni hesablamalıyam. Burada tapacağım şeyləri sağ tərəfdə ağ yerdə yazacağam. A siyahısı. Heç burada qıraq yerə yazmayayım, bəlkə üstündə yazım. Bir dəqiqə görüm, bunu böyüdüb üstündə yaza bilsəm yaxşı olar. Çünki burada əvəzləmə olacaq. Elə üstündə əvəzləsəm yaxşı olar. Şə. Burada aşağıda dedim ki, ən son A7-ni istəyir bizdən. A siyahısı verilib, B siyahısı verilib. Sonra gəlir dövr. For n in range 0-dan 10-a qədər. 0-dan 10-a qədər olması əslində i-nin 0-dan 9-a qədər getməsi deməkdir. Və burada tapırıq. A0 bərabərdir. Mənfi n-imiz daxı. i yox, n daha doğrusu. Biz burada n-lə gedirik. Mənfi 0 çıx 0. 0 verir. Burada isə tapırıq. B 9 çıx n yazılıb baxı. 9-un özü. O isə olacaq A0. Bu nədir? Bu əvəzləmədir. Siyahının hansısa bir indeksini yerindəcə əvəzləmək olur. Başqa qiymətə çevirmək olur. Biz A0-ı dəyişdik 0 elədik. Bu oldu 0. B9-u isə dəyişib 0 elədik. B9 hara deməlidir? 0, 1, 2, 3. İndeksləyirəm də bunları. 4, 5, 6, 7, 8, 9. Yəni bunu dəyişdik, 0 elədik. Bir gedişdə gedək, məncə gedişat anlayacaqsınız. A 1 olanda mənfi n çıx n nə alınır? Mənfi 2. Elə bir sən bura mötərizənin içində nə qoyursansa, 1 qoysan, orada özündən özünü, öz mənfisindən özünü çıxanda mənfi 2 qatı alınır da, elə bil. 1 qoydum deyə mənfi 2 alınır. Burada isə B8 mənfi 2 alınır. Məncə kimlərsə gördü artıq. A1 yəni bura əvəzləndi, oldu mənfi 2. Və eyni qaydada bu tərəfdən. B8 oldu mənfi 2. Bəlkə indi şifahi deyəsiz. İndi mən n-i 2 götürsəm nə alınacaq? Mənfi 4. Mənfi 4. Ay sağ ol. Burada da B7 olacaq mənfi 4. Və salam. Yaza-yaza gedək də bunları. Mənfi 4, mənfi 6, mənfi 8, mənfi
10. Niyə? Çünki indeksi 5-dirsə mənfi 5 çıx 5 mənfi 10 verəcək. Mənfi 12 mənfi 14 yazın bura. Mənfi 16 mənfi 18. Eyni yazdıqlarımı indi köçürdüm B-yə. Mənfi 18 mənfi 16 mənfi 14 mənfi 12 mənfi 10 mənfi 8 mənfi 6 mənfi 4. Yəni birinci forna qurtardıq. İndi gedirik ikinci dövrə. Aşağıda yenə n-i veririk 0. N-i 0 verdiyimizdə hesablayırıq. A0 bərabərdir. B0 üstəgəl 10. Elə bil biz A0-ın qiymətini təzəliyirik. A0-ın qiyməti, yəni bunun, buranın qiyməti. Olacaq indi B0-ın qiyməti nə idisə, üstünə 10 gəl. Mənfi 8. Bu da pozuldu, oldu mənfi 8. Mən birbaşa istəsəm eni 5 götürüb tapa bilərəm. Eni 6 götürüb birbaşa qoyub yerinə tapa bilərəm. Yəni vacibdir ki, mən zəncirvari şəkildə A0, A1, A2, A3 gedim. Yox. Nə vaxt mən onu birbaşa götürə bilməzdim? Məsələn, elə olardı ki, A0-ı almaq üçün, A0 deməyək də, A5-i almaq üçün A4-ü bilmək lazımdır. A4-ü almaq üçün həm A2-ni bilmək lazımdır. Əgər belə bir şey olmuş olsaydı, birbaşa mən A neçənisə qoyub tapa bilməzdim. Burada indi A1 istəyirəmsə, A1 budur da, buradır. O olacaq B1, yəni mənfi 16 üstəgəl 10, mənfi 6. Nə bilim, A2-ni istəyirəmsə olacaq B2 üstəgəl 10, mənfi 4. Məndən neçəni istəyirdi? Mən bayaq aşağıda qeydləmişdim. N-in 7 qiymətini istəyirdi. Lap aşağıda qeydləmişdim. Əgər N-i 7 istəyirsə, onda A7 bərabərdir B7 üstəgəl 10. A7 bizdə haradır? Bax bura. Bax bu hissəyə baxırıq. A7 bura. Mənfi 14 idi. Əvəzlənir, pozulur. Olacaq indi B7 üstəgəl 10. Mənfi 4-ün üstə 10 gələndə 6. Vəssalam. Məndən soruşduğu bu idi. Bu sualımızın cavabı 6-dır. Nəsə sual olan varsa soruşa bilər. 223. Mən bunu belə öyrənmək, əzbərləmək olar. Məsələn, əvəz etmək kimi bir şey soruşsa açıq sualda. Necə əzbərləmək? Əzbərləmək nə deməkdir? Yəni sırf bu şeyi əzbərləmək, proqramı əzbərləmək də yazıldığını. Proqramı əzbərləmək çox mənasızdır. Çünki o qədər Python-da proqram qurmaq olar ki. Və belə eyni bu sualın qarşıma çıxma ehtimalı bəlkə də neçə mində bir ehtimaldır. Oturub sən bütün kitabdakı, bütün qəbullara düşmüş, bütün dimin kitabı falan hər yerdəki proqramları əzbərləsən belə, onların hamısının içindən eynisinin düşmə ehtimalı bəlkə də 1% belə olmaz. Çox mənasızdır. Sadəcə bilirsiniz nəyi bacarmaq lazımdır? Proqrama baxanda proqramı oxumağı bacarmaq lazımdır. Proqramı oxumaq bilsən nə deməkdir? Mən proqrama baxanda hiss eləməliyəm ki, orada nə baş verəcək. Sən əgər birbaşa baş-baş aşağı salıb, ancaq elə eni qoyum, anı tapım, eni qoyum, anı tapım. El eləsən, sənin vaxtın əlbəttə ki, çox gedər buna. Amma sən birinci misala baxanda, ümumi göz atanda nələr olduğunu görə bilsən, bəlkə də uzun sual olsa da, sən onu bir dəfə, iki dəfə eləyəndə tutacaqsan ki, vəsə, mən ardını artıq həll eləmədən şifahi yaza bilərəm. Bunu bacarmaq lazımdır. Bunu kim bacarsa, qəbulda Python suallarını bəlkə də digər uşaqlardan, bacarmayan uşaqlardan ən azı 2 dəfə daha test tapacaq. Hər sualı 2 dəfə test tapmaq 1 saatlıq imtahanı yarım saata 40 dəqiqə bitirmək deməkdir. 223. Burada da
Görünən tərəfindən başlayaq da. İyə 1-1 burada dövrün daxilində verilir 1-dən 9-a qədər qiymətlər. Və A listinə insert olunur. Onsuz da bu 0-cı indeksdir. 0-cı indeksi var. Onun 1-ci indeksinə bu misalı insert edir. Orada nə yazılıb? Deməli, bax, 2 üstəgəl A neçə? A0. A0'mız onsuz da budur. Üstünə də 2 gələndə 2. Növbəti dəfə i2 olanda. Və burada da gedişatı tutmağa çalışmaq lazımdır da. Bir-bir həll eləməmək üçün. İ'miz 2 olanda gələcək bura 2 nömrəli mövqeyə 0, 1, 2 özündən sonraya. 2 üstə gəl A1. A1'miz 2 idi. Üstünə 2 də gəldi 4. Nə baş verir uşaqlar? Gördünüz bəlkə? 2-2. Özündən əvvəlki üstünə 2 gəlir. Özündən əvvəlkinin üstünə 2 gəlir. Bəli. 2 ilə köhnəni toplayıb təzəsini alır. Onda bu belə çıxır ki, gedəcək 6, 8, 10, 12, 14, 16, amma maraqlıdır neçəyə qədər? Ən axırıncı bura qoya biləcəyin i olacaq 9. Düzdür? Yəni səndə 9 nömrəli indeks olmalıdır burada. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da 9 yazdım orada. 9 nömrəli indeksdə də 18 olacaq. 18. Belə bir siyahını aldın. Növbəti dövrdə bu dəfə i verilir 0-dan 8-ə qədər. Bayaq fikir verirdinsə, əvvəldən, yəni soldan götürüb sağa doğru qoya-qoya gedirdi deyə, 1-dən başlamışdı ki, onsuz da içəridə 0-ı götürüb 1-ə qoya-qoya gedirdi. Amma burada 0-dan 8-ə qədər verib, bu indi bunun tərsinəsini eləyəcək. Özündən sonra gələni qayıt verəcək. Geriyə, sola tərəf verə-verə gələcək. İndi görəcəksiniz. Burada mən verdim A-ya 0. Bərabər oldu A1-ə. A0, A1 oldu elə. Bu pozuldu, oldu 2. Eyni qaydada A1, A2 olacaq. A1 olacaq 4. Başa düşdünüz də? Sonra A2 olacaq A3. Özündən sonrakini götürüb verir də buna. Bura 6 olacaq. Onda eyni qaydada bu nə vaxta kimi işləyir? Ən axırda 8 qoyanda burada olacaq A8 bərabərdir A9 alacaq. A8'miz 16 idi. O A9'un qiymətini özünə götürəndə bura olacaq 18. Bütün hamısı bu qaydada əvəzlənir. Bu özündən sonrakini götürür. Bu özündən sonrakini götürür. Bu özündən sonrakini. Bu özündən sonrakini. Bu özündən sonrakini. Nə alınmış oldu? 2 ilə başladı, axırda da 2-dən 18 ilə tutardı. Doğru cavabımız A. Bir dəqiqə, indi baxacağım 227-yə. Neçə yazmışdı? 227, 224, 225. Hə, 224, 225, 226, üçü də bir-birinə bağlı olan suallardır. Onlar da bayaqki sual kimi bir-bir xırda-xırda yazmaq lazımdır. Açın burada. Yazaq burada. Əvvəl bizə verilir burada A siyahısı. Boş bir siyahıdır. Mən də yazıram sol tərəfdə. Boş bir dənə A siyahısı. Böyüdüm bunu. Sonra for in range 0-dan 4-ə qədər. İ'yə verdim 0. I burada gedəcək. Sonra aşağıda for'a girəndən sonra bir dənə boş
K siyahısı götürülür. Bu da ayrı bir sətr. Girdi forun içində bir dənə fora. J'ye verdi 0. Və burada içəridə. K append i çıx J vur i. Hesablayaq bunu. Onsuz da i də 0'dır. J də 0'dır. 0 çıx 0 vur 0. K'ya append olunur 0. Sonra isə J'ye verdi 1. Yəni sən bu foru bitirməmiş. Sən bu foru bitirməmiş. Aşağı düşə bilməzsən. For davam edir. J'ye verdi 1. Düşdü aşağı. İndi 0 çıx 1 vur 0. Onu K'ya append elədi. Sonra J oldu 2. Təzədən hesablayır. 0 çıx 2 vur i. I 0 olduğu müddətdə həmişə 0 alınacaq. Vurulsun 0 var burada. Yenə 0 alındı. Sonra J 3 oldu. Yəni 0. J 4 oldu. Yəni 0. Vəssalam. İndi bu bitdi. 5 dənə dövr var idi. 5 dəfə də 0 əlavə elədik ora. Sonra bax diqqətlə bax bura. A-ya insert eləməliyik. 1 nömrəli indeksə K-nı. 1 nömrəli indeksə i0-da 0 nömrəli indeksə K-nı. A onsuz da boşdur. Bunun elə ən birinci buraya qoysan 0 nömrəli indeksə düşmüş olacaq. A append də eləsəydi olardı. Insert də eləsək fərq etməzdi. Eyni şeydir. Belə də yazmaq olar. İçinə əlavə edirik K siyahısını. Bunun içində oldu 0, 0, 0, 0, 0. Sonra isə həmin o əlavə elədiyin A-ni, bunu A0'ı, bunu çap et. Onu da yazım hardan görəsən. De burada yazacağım onu. 0, 0, 0, 0, 0. Ha belə. Ondan sonra təzədən i-yə veririk 1. Və eyni şey bir daha təkrarlanır. i-yə veririk 1. Düşürük aşağı. Boş K siyahısı götürülür. K-nı boşaldıq. Sonra düşdü J-yə verdi 0. Aha. Hesabladıq. Bu dəfə 1 çıx 0 vur 1. Bu oldu 1. Sonra sən J-yə verəcəksən 1. Bax belə qiymətlər alınır. K siyahısını alandan sonra təzədən A-ya həmin o K-nı siyahını insert eləyirsən. Bunun ardınca 1, 0, -1, -2, -3. Və deməli onu print eləyirsən. -1, 0, mənfi yox, birinci müsbət 1. -1, -2, -3. Bir də fikir verin bura. Mən bura nə insert eləsəm, onu print eləyirəm. Məndən də axırda onsuz da printdən işləsəm bəs eləyir də. Onda 2 dəfə eyni şeyi yazmayacağam. Birbaşa buradan alacağım K-nı bura yazacağam. Hətta həmin K-nı birbaşa burada yazacağam. 2 dəfə də köçürməyək. Sonra i-miz olur 2. i-miz 2 olandan sonra təzədən bir də J-ni 0-dan başlayıb bunu hesablayırıq. Olacaq 2 çıx 0 vur 2. Neçədən başladıq? 4-dən. Ondan sonra J1 olanda 2 çıx 1 vur 2. 2, 0, -2, -4. Növbəti dəfə i3 olanda gələcək 3 çıx 0 vur 3. 9-dan başlayacaq. Və 3 azala-azala gedəcək. Yəni, hesablamadan birbaşa yazdım sadəcə bunun. Qanun uyğunluğu ilk bu ikisindən görə bilərik bəlkə də. 0, -3. Və sonuncu i 4 olanda eyni şeylər baş verməlidir. Amma bu dəfə 4 qiyməti ilə 16, 12, 8, 4, 0. Vəssalam, dövr filan qutarandan sonra deyir ki, 0-dan böyük elementlərin sayını, kiçik elementlərin sayını, 0-a bərabər elementlərin sayını tapın.
Sonra başqa neçəyə baxaq? Hə, 223-də indeks. Bir də baxım görüm nə idi. Sibel harda ki indeksi deyirsən? Bu forda yoxsa bu forda bir dənə sual və konkret verə bilərsən? Orada elə bir birinci forda dedizə 9-a kimi indekslənib. Onun niyə görə 9-a kimi olduğunu anlamadım. Xatırlamıram hansı 9-u nəzərdə tutursan, bəlkə buradakini deyirsən, burada 1-dən 9-a qədər gedir. Hə, sən şey deyirsən, yəni hardan bildim ki, burada 8-ə qədər getməyin mənası nədir? Burada 9-a qədər getməyi ona demək istəyirsən? Bəli. Hə, burada əslində görsənən şey odur ki, onsuz da A0-ı bizə verib. Və biz A-ya insert eləyəcəyik 1-dən başlayaraq axırıncı buradakı 9-a kimi. Ancaq bu birisində 0-dan 8-ə qədər verib. Ancaq bizim A listimizin içində əslində neçədən şey var idi? 0-cını özü vermişdi. Burada da 9-a kimi getdi. 10 dənə olmuş olurdu onda. 10 dənə var. Amma burada 0-dan 8-ə qədər 9 dövr getdiyi üçün və 0-dan 8-ə qədər gedir. Axırıncı 9 yoxdur. Demək belə çıxır ki, burada əvvəli var idi. Mən 0-dan yox, burada 1-dən başlamışdım. Burada amma 0-dan başlayıb 8-ə qədər gedirəmsə, axırım verməyibsə, deməli bu dəfə axıra aid bir şey var. Yəni onu demək istəyirdim. Bilmirəm fikrimi izah edə bildim yoxsa yox. Burada baxanda görürəm ki, soldakı sağdan götürür. Ona görə burada 0-dan 8-ə qədər yazılıb ki, axırıncının indeksi 9-dur. Burada A9 olsa A10-umuz yoxdur. Fikrimi izah edə bildim. Burada hər dəfə sağından götürürdü ya, dövrü burada 8-ə kimi veriblər. Anladım, sağ olun. 225. Hə, baxdıq onlara. 227 yazmışdı kimsə. 227 yadımda qalıb. 227. Hə, o da eynən bu sual kimidir. Eynən istəyirsiniz yazın. Nə bilim, o bayaqki sualdan heç bir fərqi yoxdur. Bir dənə burada fərq odur ki, i burada 0-dan deməli 5-ə qədər gedəcək. J-də 1-dən 4-ə qədər gedəcək. Yəni sadəcə burada misallarda biraz qiymətlərdə fərq olacaq, amma qalan bütün gedişat 224, 25, 26 kimidir. Heç bir fərqi yox. $131 yazılıb çata. Siz 240-a qədər olan suallarınızı istəyirsiniz yazın. $131. Hardan başlayırıq? Birinci buradan. K bərabərdir. Mötərizi içərisində mötərizi olduğuna görə lap içəridəki mötərizdən başlayıram. M21. M21 nədir? Funksiya. Çağırdım funksiyanı M21. Yəni A-nı 2 qiymətində, B-ni 1 qiymətində. Aparıb burada qoydum yerinə. A-nı aldım deməli. Neçə? 6. B-ni isə aldım. A-mız 6-dır, B-miz də 1-dir. 7. Sonra onların cəmini 13-ü return. Return, bax, bir daha deyirəm, hər dərs artıq neçə dəfədir ki, bu eyni şeylər haqqında danışırıq. Yəni, ümid edirəm ki, hər dəfə danışdıqca daha yaxşı yadda qalır bu. Return, sənin return qabağında yazılan ifadəni, bu funksiyanın adı var, onu çağırdığın yerə qaytarır. Return, ox qoyduğum qiymət var, bu. Bunu qaytarır, bu funksiyanı çağırdığın yerə. Hardan çağırmışdın? Buradan. Bura qaytarır 13. Onda buradakı mötərizdə nə alındı? Sadələşdirirəm. M 213. Bir daha funksiyanı çağırdıq, amma bu dəfə 213 qiymətlərində.
Yenə də burada A-mız olur 6. B-miz olacaq 20. Düz elədim mən. 2, 6, 13. İndi 2, 13 olanda 2, 6, 20, 26 cavabını görmürəm axı. Nəyi gözdən qaçırdım mən? Nəyi səhv elədim? Mən deyəsən 2 üstəgəl 2 olur 2. Yox, mən 6 ilə 13. Bir dəqiqə. Həm siz 20-ni 19, 19 Mən 6 ilə 13-ü toplayıb, burada B7 yazılmışdı deyə mən heç nə. Düzdür hər şey. A-mız 2 olduğuna görə hesablayırıq, 6 alırıq. B-nin yeni qiymətini A plus B 20 alırıq. 6, o da 13, 19. 7 çaşdırdım mən. Sonra aldığım həmin 19-u qaytarıram bunu çağırdığım yerə. Yəni əslində məndə K bərabərdir 19 olmuş oldu. Sonra mən print K, yəni print 19 eləyirəm. Yəni bizdə return'da A üstəgəl B-ni soruşur. Nəyə soruşur? A üstəgəl B-ni Ay. 19-un altında olmalı deyildi. Düzdür. Tamam, qarışdı bütün misal. Düzdür. A-nı B-ni alandan sonra bir dənə də burada toplamalıyıq. Burada bir dənə A plus B elədim deyə bu yadımdan çıxdı. 25 alır. 25-i qaytar aşağı. 19 yığ 25. Əvvəl 2-ni 1-i qoyduq burada. A-nı 6 aldıq. B-ni 7 aldıq. Aşağıda return 13 verdi. 13 apardım qoydum bunun yerinə. İndi 2, 13 olanda apardı 2, 13 bir daha hesabladıq. A yeni 6 oldu. B bu dəfə 19 oldu və A plus B 25-i apardı qaytardı çapa. $234. $234, $235. İkisi də demək olar eyni tip sualdır. Bir dənə fərqləri orada toplama hissəsinə daxildir. Proqramı başlayırıq. Defləri buraxandan sonra buradan. N-ə int input olunur. Şərtdə yazılmışdı. Deyəsən 9. M-ə isə input olunur 8. Düşürük aşağı F9. F9 qiymətinə funksiyanı çağırdıq. Həmin o F9 funksiyasını gedək həll edək. Bax, əslində bayaq dediyim proqramı oxumağı bacarmaq lazımdır dediyim şey burada da öz əksini tapır. Bir baxarsan ki, görək burada nə alınır, bu nə edir? Stringlə toplamaq yanbayan yazmaq deməkdir. 8-ə bölmədən alınan qalıqları yanbayan yazmaq. 8-ə bölə-bölə gedir, amma qalıqlarını da yanbayan bitişdirir. Bu nədir? 8-liyə çevirmək. 8-liyə çevirir. 8-lik sayı sistemini çevirir, bəli. Yəni bunu həll eləyəcəm indi. Əmin olsan ki, tutdum mən söhbəti. Bundan sonrakını hətta şifahi belə eləyə bilərsən. Bir-biri yazmadan. S boş stringdir. Heç nə yoxdur da orada. Gəlindi bunu bu cür ayırım. Dəyişənlərimiz olsun bizim S. Başqa nə var? KN. KN. testlərin hamısından video izah olacaq. Hansı nəyin? Deyə bu testlərin izahının videosu olacaq. Bunu da atacağım. Evet. N'imiz 9'dur. K'mız buradan hesablayırıq. 8-ə böləndə alınan qalır. 1.
Sonra gəlirik əsas hissə bu hissədir. Biraz qarışıq görsənən. K-mızı almışıq 1, amma K rəqəmdir. Həmin rəqəmi stringə çevirir, dırnaqda 1 olur. Üstünə gəlir, yəni yanına yapışdırır. Bu da onsuz da heç nə, boş idi. Dırnaqda 1 yapışdır, heç nə. Elə sadəcə dırnaqda 1 alandı. N isə bölünür 8-ə tam. 8 idi, 9 idi, 9-u 8-ə tam bölsən 1 düşür. Yenə while davam eləyir. N 0-dan böyükdür, 1, hə. 1-i 8-ə böləndə alınan qalıq yenə 1-dir. Düşür aşağı. String K. K-nı 1 almışam. 1-i dırnaqda 1 eləyir ki, pluslasın bir dənə də S-də olan 1-i. 1 ilə 1 yanbayan üstə gəlinəndə 11 alınır dırnaqda. N-i 8-ə tam bölürük. While bitir. S-ə aldığım dırnaqda 11-i qaytarırıq aşağı çağırdığımız yerə. Bura. Ora aparıb yazırım dırnaqda 11. Sonra düşür aşağı CM, yəni C8. Onu aparıb qoyacağım bu funksiyaya. Bu funksiya o sualın demək olar ki, eynidir, amma burada 2-yə böləndə alınan qalıqları yan-bayan yapışdırır. O da mənim ədədimin ikili say sistemli çevrilişini verəcək, amma string tipində. Çünki toplama stringdədir. Onda neçə olacaq? 8-i 2-liyə çevirəndə nə verir? 1000. 1 yanında 3'ten 0. 1 yanında 3 dənə 0. Bunu return eləyirəm axırda game-ə. Və sonra aşağıda printdə olan ikisinin cəmi yazıldığı üçün iki stringi toplayanda nə alınır? Yan-bayan yazılırlar. 1, 1, 1, 0, 0, 0. Bundan sonraki misal da eynən bunun kimidir. Heç bir fərqi yoxdur. Baxın. Hətta biraz belə tutuzdura bilsəydim. Nəsə biraz sürüşür, amma eyb yox. Bax görsən eyni hesablamalardır da burada. Sadəcə bir dənə fərq burada print hissəsini toplama yerindədir. Əvvəl hər ikisini integer eləyir. Ondan sonra toplayır. İndi ikisi də ədəd kimi olduğunu görə normal ədəd kimi toplayır. Bu dəfə bunun əvəzini alır. 1011. Tək fərq budur bir dənə orada. Qalan hissə misala eləyir. Başqa 240-a qədər var. Yaxşı, 250-yə qədər. $250-yə qədər. $150-yə qədər sualınız yoxdur. 247. $147 niyə maraqlıdır? Yəni 246-nı gözləyərdim, 247-ni yox. Nə qədər ki i6-dan kiçikdir, gir dövrə. Əgər bu şərt ödənsə, print elə, i-ni də bir-bir artırmağı unutma. Deməli, burada belə çıxır ki, 6 dənə dövr var. Axırda 6 6-dan kiçikdir, yox, girməyəcək. Deməli, 0-da girir dövrə, 1-də girir dövrə, 2-də girir dövrə, 3-də girir dövrə, 4-də girir dövrə, 5-də girir dövrə. 6 dənə dövr var. Hər dövrə girəndə indekslə işləyir. A0 birinci növbədə. A0, yəni bundan gedir də söhbəti 23-dən. 2-yə böləndə qalığın 0-dan fərqli olması tək olması deməkdir. Yəni əgər A0 təkdirsə və eyni zamanda 0-dan kiçikdirsə,
onda həmin o ayı ədədini çap elə. 23-ü çap elə məsələn. Prosta 23 ödəmir də. Çünki 23 özü tək olsa da sıfırdan kiçik deyil də. Deməli, bu hansını götürəcək? i1 olanda 18 yoxlayacaq, 2 olanda 9-u, 3 olanda -11-i, 4 olanda 0-ı, 5 olanda 14-ü. Nə vaxt if ödənəcək? Yəni, bu tək olsun və sıfırdan kiçik olsun. -11-də. Və həmin -11 ayı ədədini çapa verir. Əgər burada print ayı yox, i-nin özü olmuş olsaydı, onda həmin 11-in özü deyil, indeks olmuş olardı. 3. Yuxarıdakı sualda odur. Yəni, mən ona görə dedim ki, yuxarıdakı sual biraz çaşdırıcıdır. Çünki burada əgər sıfırdan böyükdürsə və cütdürsə, o zaman ədədin özünü yox, indeksi çap et. Burada məsələn cüt və sıfırdan böyük 18 ilə 14-ün özü deyil, onların indeksləri 1 ilə 5 çap olunur bu sualda. Amma altdakı sual elə də çaşdırıcı deyil. 249-da. 249 nə başa düşdün deyə bilərsən? Məsələn, nələr düzdür, nələr səhvdir, bu necə tapa bilərik buradan? Qaydası nədir ki? Murad. Birincidə 3-dən 7-yə qədər istəyir bizdən i-ni. Hı -hı. İkincidə 3-dən Səsin gəlmədi, yəqin ki, internet zəifdir. Burada 3-dən 7-yə qədər və 3-cü rəqəm yoxdursa, bu addımın bir-bir artması deməkdir. Ümumiyyətlə, addım müsbətdirsə, aralıq artan sıra ilə verilməlidir. Burada 3-dən 7-yə qədər bir-bir artır. Bu ola bilər. Bizdən onsuz da pozulmayanları istəyir. İkincisində 3-dən 9-a Səsim gəlmir müəllim. Hə, indi gəlir. Ha, internet getmiş deyə. Deyim yoxsa hansı? 2-ni mən deyim, 3-ü sən deyərsən. Burada 3-dən Ha. 9-a qədər 2-2 artır, artan sıra ilə düzdür. 3-də necə bəs? 3-də əksinə gedəcək 2-2. Yəni azalan sıra ilə gedir də. Çünki addım Aha. mənfi. Onda düzdür. Düzdür. Bəs 4-də Düzdür. 4-də 14-dən 7-yə olmur da. olmur. Çünki addım geri -1 yazılardı. Hə. O da səhvdir. 5-də də addım müsbətdir deyə yenə olmur. Bu da olmur. Çünki -3 olsaydı o geriyə gedə bilərdik. Bizdən doğrular istəyirdi. Əslində nəticəvilik pozulmamışdır. Hansında dövr düzgün davam eləyir. 1, 2, 3-də. 1, 2, 3. Bəli. Açıq suallara qədər var kimdəsə nəsə sual.